Əgər 2 otaqlı mənzil axtarsa, bu variantı mütləq nəzərdən keçirməlisiniz. İnqilabda yerləşir, Asan xidmətin düz arxasında, Tibb Universitetinə də yaxın yerdədir. Yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış, hazır əşyalı bir mənzildir. Yəni bu mənzildə sizə lazım olacaq hər bir şey var, əlavə nəsə almağa ehtiyac yoxdur. Dediyim kimi 2 otaqlı mənzildir. Həmişə olduğu kimi mən mənzildə olan nə var, nə yox, hamısını nəzərinizə çatdıracağam. Siz də videonun sona qədər izləyin. Mənzil haqqında da fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Başlayırıq giriş hissədən. Bura bizim giriş qapımızdır. Daxil olduqda sağ tərəfdə belə gözəl güzgü yerləşdirilib, aşağı hissəsi şkafdır. Girişdə döşəmə qranitdir, üstü döşəmə ilə təchiz olunub. Bu hissələr, qranit olan hissələr işıqlandırmada lüstr, spot, gizli işıqlar. Yəni mənzil ümumilikdə işıqlı mənzildir. İnşallah gəlib canlı baxanda da şahid olacaqsınız. Girişdə qapıdan daxil olduq, üzbəüz bu hissədə şkafımız yığılıb, tam axıra kimidir. Yuxarı hissələr də şkafdır. İçərisində göstərim. Dərinlik də ideal səviyyədədir. Əşyalarınızı, paltar, ayaqqabı tam rahatlıqla yerləşdirə bilərsiniz. Girişdə işıqlandırma əlavə olaraq bura işıqlardan istifadə olunub, gözəl ləpkə işləmələr, açıq rəngli divar şahızlarından istifadə olunub ümumilikdə. Bu hissədə dekor güzgülər yerləşdirilib, bu da əlavə gözəllik verir. Otaqların yerləşməsini siz nəzərdə çatdırın. Burada solda yerləşir mənzilin sanitar qovşağı. Bura yataq otağıdır. Bura mətbəximiz. Bura isə mənzilin qonaq otağıdır. Elə başlayaq. Qonaq otağından vaxt itirmədən mən hər şeyi sizin nəzərinizə çatdırım. Gözəl, geniş qonaq otağımız var. Yəni təxmini 22-24 kvadrat olar. Bəlkə də biraz artıqdır. Yəni təxmini ölçünü nəzərinizə çatdırıram. Döşəmə, ilk öncə onu qeyd edim ki, parketdir. Tavan hissəni göstərim. Gözəl alçıpan fiqur yığılıb. Lüstr, spotlar, hamısı bunlar qaydasındadır. Buradan mənzilin eyvanına çıxış var. Mənzildə ümumiyyətlə 2 eyvan var. Birinə qonaq otağındandır. Burada balaca eyvanın, digərinə isə mətbəxdəndir. Oranı da göstərəcəm. Deməli, pərdələr hamısı asılıb hazırdır. Burada deməli dekor güzgülərdən istifadə olunub. 6 nəfərlik masamız yerləşdirilib bu hissədə. Və bu tərəfdə divan, qarşısında jurnalli, kondisioner kimi qoyulub, hamısı hazırdır. Divarlarda gözəl lepka daraqlardan istifadə olunub. Sağ və sol dekor güzgülər arasında kantlar. TV stand bu hissədədir. Böyük ekran televizorumuz yerləşdirilib. Aşağı hissəsi də yenə eyni ilə şkafdır. Bunun da arxasında yenə lepka daraqlardan istifadə olunub. Qonaq otağın bu hissəsində divar içi şkafımız yığılıb. Burada aksesuarlar da yerləşdirilib. Dərinlik də çox yaxşıdır. Tam axıra kimidir. Və aksesuarlar da yerləşdirilmiş vəziyyətdədir. Belə o hissədə də masanın üzərində də yenə orada işıqlandırmada spotlardan istifadə olunub. Qonaq otağını göstərdik. Vaxt itirmədən keçirik mənzilin mətbəxinə. Elə qonaq otağının düz yanında yerləşir. Giriş hissədən belə sürgülü böyük qapı ilə ayrılır. Hər iki tərəfə də açılır. Yəni bu hissədən də aça bilərsiniz, nəzərinizə çatdırım. Geniş mətbəximiz var, onu deyim. Yəni bütün hər bir şey tam olaraq yerləşdirilib. Başlayaq mətbəx mebelindən. Yeni mətbəx mebeli yığılıb. Tam axıra kimi yuxarı hissələrdə şkafdır, üstü və sinəliyi mərmərdir. Qaz peçi, aspirator qoyulub hazırdır. İçərisində göstərim, yəni dərinlik barədə tam təsəvvür yaransın. Dediyim kimi bütün hər bir şey var. Yəni qab yanına kimi burada da qoyulub. Sobalar, soyuducumuz. Bu hissə də yenə eyni ilə şkafdır. Burada aksesuarlarınızı yerləşdirə bilərsiniz. Masamız var burada. Yenə televizor burada da var. Tavan hissəni ümumi olaraq göstərim. Lüstr, spotlar, hər bir şey var. Yəni dediyim kimi işıqlı mənzildir və burada girişdə olduğu kimi isti döşəmə ilə təchiz olunub. Bayaq dedim, mənzilin digər eyvanına mətbəxdən çıxış var. Gəlin bu eyvanı da göstərim sizə. Digərindən böyükdür. Qarşısı da açıqdır, görürsünüz. Heç bir bina qarşısı kəsmir. Alov güllələrinə kimi göstərir. İstiri sistemi kombidir. Radiatorumuz da qoyulub. Hazırda aparatlar da hazırdır. Və paltaryan da burada yerləşdirilib. Onun üçün ayrıca şkaf yığılıb. Yuxarı hissədə də şkaflarımız var. Yəni mənzildə hər bir şey ən xırdalığına kimi nəzərə alınıb. Sənədlər də qaydasındadır, çıxarış. Yəni kupça var. İpotekası təsdiqlənmiş müştərilər də müraciət edə bilərlər. Keçək mən sizə göstərim.
Mənzilin yataq otağını bayaq dedim, girişdən gəldikdə sağ tərəfdə yerləşir. Buranın da çox gözəl təmiri var, gözəl də dizayn olunub, tam hazırdır, bütün əşyalarla da təchiz olunub. Bu hissədə make-up'ımız var, böyük güzgü yerləşdirilib. Aşağı hissəsi buralarda şkafdır. Göstərim, ümumi olaraq tam təsəvvür yaransın. Taxtımız yerləşdirilib. Arxa hissəsi çox gözəl şəkildə işlənilib. Görürsünüz, yenə repkalar, gözəl tablomuz sağ və sol. Bura işıqlar yerləşdirilib. Yəni dekor güzgülərdən istifadə olunub. Maraqlı təzəli üstürümüz və yataq otağının bu hissəsində yenə divar içi şkafımız yığılıb. İçərisini göstərim, çox dərindir. Yəni əşyalarınızı tam rahat yerləşdirə bilərsiniz. Tam axıra kimidir. Bu tərəfdən də göstərim, pərdə, hər bir şey tam hazır vəziyyətdədir. Yəni mənzil ümumilikdə hazırdır. Sadəcə gəlib yaşamaq qalır. TV, internet çıxışda burada nəzərə alınıb və buranın da döşəməsi təbii ki parketdir. Mən sizə göstərim mənzilin sanitar qovşağını, sonra qiymətini və digər məlumatları nəzərinizə çatdırım. Sanitar qovşaq da demək olar otaqlardan geri qalmır. Yəni gözəl zövqlə təmir olunub. Bütün aksesuarlarla da tam olaraq təchiz olunub. Sağ tərəfdə burada duş kabinimiz yığılıb. İçərisi də kifayət qədər genişdir. Qara rəngli aksesuarlardan istifadə olunub. Ümumilikdə bu hissədə deməli əşyaları qoymaq üçün nişalar yığılıb. Divar içi unitaz, gözəl moydadır. Belə, mən demək olar mənzildə olan hər bir şeyi hər xırdalığına qədər sizə göstərdim. Məlumatları deyim, yerləşir İnqilabda, Asan Xidmətin düz arxasında, Tibb Universitetinə də yaxındır. Yeni binadır, mənzil də yeni təmirdən çıxıb, təmirdən də sonra bir gün belə yaşayış olunur. Necə görsünsə, elə də satılır. Bütün məişət texnikaları, mebellər, hamısı qiymətə daxildir. Yerləşir 11-ci mərtəbədə və 83 kvadrat ölçüsü var. 2 otaqlı mənzildir. Deməli, mənzilin də start olaraq qiyməti 325.000 manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.